Olsun. Hər birinizi salamlayıram. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu video izahımda MİQ İnformatika Qəbul 2025-in 38-ci sualının izahını verəcəm. 38-ə qədər, yəni 1-37 aralığının izahı YouTube kanalımda yerləşdirilib. Yaxın zamanda digər iki sualın da izahını sizlərə təqdim edəcəm. 38-ci sualımız Aplogo ilə əlaqəli olan bir sual nümunəsidir. Bu sualın izahına keçməmişdən əvvəl mən sizə yeni açılacaq My qrupum haqqında məlumat vermək istəyirəm. Deməli, müəllimlər, bu qrupun, My qrupu bir aylıq bizim möhtəşəm bir təkrar qrupumuz olacaq. Bu qrupda hər gün canlı dərslərimiz olacaq saat 7-9 arası. Bəzən də olacaq ki, məsələn 7-9-dan əlavə, yəni 11-12 arası da, yəni gecə saatlarında da əlavə canlılar olsun. Hər gün bilin ki, təkrarımıza uyğun olaraq Telegram kanalında 30 fişəngli sual olacaq. İndi fişəngli dediyim Telegramda anket formatında suallar hazırlanır. O formatda mövzularımıza uyğun sınaq tipli, yəni suallarımız olacaq. Sınaq dediyimiz, yəni sırf Telegramda işləyəcəksiniz. Əlavə olaraq hər gün, məsələn, Pythona aid eyni anket tipli, yəni fişəngli suallar və onların bir-bir izahları sizlə paylaşılacaq. Ayrıca bir qrupumuz olacaq ki, bütün nəzərlərdə çətinlik çəkən müəllimlərin sorğu-suallı səsləri olacaq. Əlavə olaraq, müəllimlər, bir qrupumuz olacaq ki, burada qeyd eləməmişəm. Ardıcıl dərslər, hər biri, yəni ardıcıl formatda, məsələn, ilkin anlaşlar, say sistemləri, fərdi komitələr və s. digər bütün mövzuların ardıcıl formatda bir linkdə, bir mesajda, səliqəli formatda yığılmış bir qrupu sizlərə Telegramda təklif olunacaq, yəni sizlərə veriləcək əgər My qrupuna qoşulsanız. Sonra test banklarından yalnız Kodera test bankının bir-bir izahları olan sizə bir qrup təqdim edəcəm ki, orada da ardıcıl səliqəli formatda olacaq. Onlayn mövzu sınaqlarımız olacaq ki, yəni artıq onlayn mövzu sınaqlarımız hazırdır və onları sizə həmin qrupa, ayrıca bunların hər biri ayrı-ayrı qruplar olacaq ki, materiallar sizin üçün qarşılanmasın və bizim hər gün canlılardan sonra da hər gün canlıların özünə məxsus planı olacaq ki, mən sizə hazır formatda plan təqdim edəcəm və siz qarşılıq yaratmadan, yəni bu qədər qrupdakı materialların hamısını bir-birinə qatmadan səliqəli formatda plan üzrə günlük sizlərə plan verəcəm. Siz plan üzrə təkrarınızı aparmış olacaqsınız. Elə isə, yəni qoşulmaq istəyən müəllimlər bu əlaqə nömrəsinə yaza bilər və vaxt itirmədən may ayının 1-dən etibarən yeni qruplarımıza qoşula bilər. Əgər videonu izləyən mənim əvvəlki ilin müdavimləridirsə, ödənişdə endirim olunmaqla siz bu qrupa qoşula bilərsiniz. Belə, gəlin vaxt itirmədən keçək 38-ci sualımızın izahına. Deyir ki, verilmiş Aplogo proqramında bu təsviri almaq üçün alt proqramı müəyyənləşdirmək lazımdır. Yəni, alt proqram bu SS dəyişənidir. Yəni, bir əməliyyat təkrarlanır 4 dəfə. Deməli, birinci Aplogo sağa 90 dönür, sonra bu alt proqram SS, bunlardan hər hansısa birini bu SS-in yerinə qoymaq lazımdır. Maraqlısı budur ki, görəsən bu SS-lərdən hansını, yəni bu SS dəyişənin yerində bunlardan hansını qoya bilərəm ki, mən belə bir görüntünü alım. Məsələn, gəlin belə eləyək, belə bir görüntünü almaq üçün yoxlayaq. Tutalım ki, deyim ki, cavab A variantıdır. Yəni, mən məsələn, indi şəkli təxmini yadınızda saxlayın, yer tutmasın deyə burada siləcəm. Məsələn, bu SS-in yerinə tutalım ki, mən bu A variantını qoyuram. Məsələn, SS-in yerinə. Bu əməliyyatı tətbiq eləsəm, görək nə baş verəcək. Yəni, buradakını mən 4 dəfə təkrar eləməliyəm ki, bunun üçün də gəl buranı da sileyim. İndi deyir ki, sağa 90 dön. Normalda biz bilirik ki, bağa üzü yuxarı vəziyyətdə olur. Yəni, bağanın normal vəziyyəti üzü yuxarıdır. Sağa 90 dərəcə dönsün, sadəcə dönür. Dönəndən sonra deyirik irəli 50 addım at. Sonra sola 90. İndi belə dayananda bağanın solu yuxarıdır. Sola 90 dərəcə dönür, irəli 150 gəlir. İrəli 150 gəlir. İndi sola 90 dönəndə bağanın solu bu tərəfdir. Sola 90 dərəcə dönür, təzədən yenə irəli 50 gəlmiş olur. Və bu əməliyyatı 4 dəfə təkrar edir. İndi bunu təzədən yenə sağa 90 dərəcə döndürəndə üzü yuxarı döndərəcəm. Yenə irəli 50 gələcək. Yenə sonra
sola 90 dərəcə, sola 90 dərəcə dönəndən sonra 150 gələcək, sonra yenə sola 90 bu formatda gələcək. Nəysə ki, müəllimlər bunu 4 dəfə təkrarlayır deyə təxminən baxın, belə bir şəkil olacaq. Əgər davam elətdirsin, indi bu yaxşı çəkmədim. Təxminən belə bir şəkil olacaq. Amma bizdəki şəkil elə bir şəkil deyil, belə bir şəkildir. Belə bir şəkili almaq üçün gəlin keçək, məsələn, B variantına yoxlayaq. Görək B variantı hansı bizim üçün şəkili çəkəcək. Deməli, B variantını gətirib qoysam ki, bu SS-in yerinə sanki baxın bu qoyulacaq. SS-in yerinə qoyulur və bu tərəfini silək. Burada irəli 90 vəziyyəti var. Eyb yox olsun. Sağa 90 dərəcə. Bax üzü yuxarıdır. Sağa 90 dərəcədir. İrəli 90 gəldi. Sola 50 dərəcə dönmək. Məmnun. Sola elə bilin ki, belə deyim də, bağının solu yuxarıdır. 90 belə dönürdüsə, 50 təxminən belə dönəcək. Elə bilin ki, belə necə deyim, bu 90 dərəcədir. Bağa bu formatda getməli idi. Belə dönəndə 90 dönür. Təxminən belə dönəcək. İndi buranı 50 götürsək, bağa belə dönəcək. Və bizdə də görürsünüz ki, ümumiyyətlə heç elə bir sola 50-lik bir bucağımız yoxdur. Və burada da sola 50 var, sağa 50 var, 45. Yəni bizdə bucaqlar 90 dərəcəlik bucaqlardır bu şəkildə. O baxımdan avtomatik 90 dərəcəlik dönmələrdir deyə, ümumiyyətlə yəni 45-lik, 50-lik belə bir dönməmiz yoxdur deyə avtomatik mən B-ni, C-ni, D-ni atıram. Bir dənə qalır indi Y variantımız. Gəlin Y variantını qoyaq bura. Bir də Y variantını tətbiq edək. Elə axtardığımız cavab bizdə olacaq Y variantı. Deməli, gəlin Y variantımıza nəzər yetirək. Deməli, sağa 90 dərəcə dönürəm. Üzü yuxarı getməlidir 90 dərəcə. İrəli 50 gəlir, sola 90 dönür. İrəli deməli 150 gəlir, sonra sağa 90 dönür. İrəli 50 gəlir. İndi 50 biraz böyük. Sonra yenə sağa 90, bağanın əslində irəli 50-ni biraz böyük götürdüm. Bax, irəli 50 balaca olsun. Sola 90 döndü. 150 biraz uzun olsun. 150-ni biraz uzun götürək. Sonra sağa 90 bu formatda gəldi. İrəli 50 gəldi. Bu təkrarlı 1. Təkrarlı 2-də indi bağan yenə sağa 90 döndərəm. Sağa 90 dönəndən sonra irəli 50 gəlir. Sonra sola bağa belə irəli baş aşağı olanda bağanın solu bu tərəf olur. Sağı bu tərəf olur. Baş aşağı dayanıb. Sonra irəli bağanı 150 aparıram. 2 dəqiqə. Bağanı irəli 150 aparaq. İrəli 150 aparıram. Sonra bağanın belə dayananda sağı bu tərəf olur. Sağa 50. Yəni bağa bu formatda bu ikinci təkrarıdır. Elə axtardığımız şəklə uyğun olur. İndi sağa 90 deyəndə bağanın baş aşağı dayananda sağı bu tərəfdir. Sağa 90, irəli 50, sola 90, irəli deməli 150. İndi mən biraz şəklim qəşəng çıxmaya bilər. İrəli 150, sağa indi baş aşağıdır. Yenə 90, irəli 50 gəldi. İndi dayandı bura. İndi bir də sağa 90 dönməlidir yenə. Sağ bağanın üzü yuxarıdır. Yenə irəli 50, sonra sola üzü yuxarıdır. İndi sola 50, irəli deməli 150, təxminən belə bir şəkil. Sonra da ki, yenə sağa 90, sağ yuxarıdır və irəli 50. Təzədən yenə sağa 90 dərəcə dönüb, yəni ilkin vəziyyətinə dayanmış olur və axtardığımız şəkil təxmini belə bir şəkil idi ki, yəni burada da biz belə bir 38-ci sualda belə bir şəkil çəkmiş olduq. Ümid edirəm ki, aydın oldu. Bizim 2 sualın izahı qaldı. 2 suallardan biri yenə Uplogoya aiddir, biri də Python sualına aiddir ki, proqram qurma ardıcıllığı bizə verib, bizdən proqram qurma istənilir. Hazır verib də yəni ardıcıllığı. İnşallah o izahlarda növbəti videolarda sizlərə təqdim eləmiş olacağam. Hələlik müəllimlər, sağ olun, özünüzə yaxşı baxın.